Xəbər verdiyimiz kimi, sentyabr ayının 29-unda məşhur aktyor, əməkdar artist Cabir İmanov vəfat edib. İmanovun vəfatı Azərbaycan ictimaiyyətini dərindən sarsıtsa da, sosial şəbəkələrdə onun haqqında mənfi fikir yazanlar da oldu. Xüsusilə ölkə xaricindən maliyyələşən, müxalif yönümlü səhifələr onun polis orqanlarındakı fəaliyyəti ilə bağlı bəzi ittihamlar səsləndirib və Ümid Partiyasının sədri İqbal Ağazadənin mərhumla bağlı fikirlərini yenidən tirajlayıb. Mövzu ilə bağlı İqbal Ağazadə Dib TV-yə açıqlama verib. Dünən əməkdar artist Şən Hazır Cavablar Klubunun istedadlı aktyoru Cabir İmanov vaxtsız dünyasını dəyişdi. Cabir İmanovun ailəsinə, yaxınlarına, onu sevənlərə dərin hüznlə başsağlığı verirəm. Qəbri nurla dolsun, Allah rəhmət etsin. 2018-ci ildə mərhum Cabir İmanov haqqında bir çıxışım var. Çox təəssüf ki, o çıxışı bugün yenidən sosial şəbəkə istifadəçiləri israrla paylaşırlar. Olanlar acı bir tarixdir, lakin gənc yaşında dünyasını dəyişmiş istedadlı aktyorun ölüm günü belə hadisələri xatırlamaq məncə məqsədə uyğun və etik deyil. Allah Cabir İmanova rəhmət etsin. Mən heç zaman vəzifədən çıxarılan kiminsə arxasınca danışmamışam. Kresloda olarkən irad və tənqidlərimi açıq bildirmişəm. Dünyasını dəyişənlərə isə yalnız rəhmət dilərim. Nəinki ölümündən sonra nəsə danışmaq. Allah bir daha dünyasını dəyişən Cabir İmanova rəhmət etsin. Sonda isə qeyd edək ki, İqbal Ağazadənin sərgilədiyi mövqe hər bir Azərbaycanlı üçün örnək təşkil edir. Biz cəmiyyət olaraq insanlara sağlığında qiymət verməkdə, tənqid etməkdə öyrənməliyik. Yoxsa məzar daşları ilə söhbətimiz Biləcəri qəbirstanlığından uzağa gedə bilməyəcək.